Tbilisidə Heydər Əliyev Mədəniyyət Mərkəzinin tikintisi ilə bağlı narazılıqlar var. Evi plana düşən sakinlərin bəziləri əmlakını satmağa könüllü razı olub, bəziləri isə satmaqdan imtina etdiyi üçün mülkləri məcburi müsadirə ediləcək. Azərbaycan parlamentinin üzvü Aqil Abbas isə narazılıqları anlaşılan saymır. Gürcüstan hökuməti sağ olsun ki, Heydər Əliyev mərkəzdir. Heydər Əliyevin irsini öyrənənlər, Heydər Əliyevin irsi böyük irsdir, onun irsini öyrənmək həmən ölkə xeyirdir. Mülkiyyət hüququ ev verirlər, bazar qiymətinə də pulun verirlər. Neynəməlidirlər? Heç bir mülkiyyət hüququ pozulmur. Dövlətə lazımdırsa, bazar qiymətinin pulunu verir və həmən yeri sövmə ixtiyarı var dövlətin. Bu qanun Gürcüstanda da var. Gürcüstan hökuməti müsadirəni ictimai ehtiyaclarla əsaslandırır. Amma Gürcü vəkil Kaxa Kukava Azadlıq Radiosunun Gürcü xidmətinə bildirib ki, ümumiyyətlə Heydər Əliyev Mədəniyyət Mərkəzinin ictimai ehtiyac hesab edilməsi çoxlu suallar yaradır. Bu çox təhlükəli bir presedentdir. Əgər Heydər Əliyev mərkəzi ictimai maraq kəsb edən hesab edilirsə, bu kommersiya obyektlərini, xüsusən də xəstəxana kimi sosial obyektləri risk altına alır. İctimai maraq kəsb edən layihə ilə onlar istədikləri hər şey eləyə bilərlər. Heydər Əliyev mərkəzi isə bugün Tbilisinin ehtiyac duyduğu son şeydir. Keçmiş diplomat Nahid Cəfərov deyir ki, Gürcüstan hökuməti qanunsuzluqla müşayiət edilən addımlar atmaqla Azərbaycan hakimiyyətinə jest eləyir. Niyə məhz Heydər Əliyev mərkəzi? Çünki bu rejim bunun üzərində qurulub, yəni şəxsiyyət üzərində qurulub. İkinci məsələ, biz xəritəyə baxsaq görərək ki, Ermənistandan keçərək hansısa bir layihə sırf iqtisadi cəhətdən daha əlverişlidir, nəinki Gürcüstandan keçərək. Buna görə bu Gürcüstanı kifayət qədər ciddi şəkildə narahat edir və Gürcüstan da bunun qarşısını almaq üçün müəyyən addımlar atır, müəyyən bu kimi jestlərə gedir. Yəni o 3-4 nəfər vətəndaşın mülkünün müsadirə edilməsi belə Gürcüstan hökuməti üçün, indiki hökumət üçün yəni çox ciddi bir məsələ deyil. Ona görə bunu rahatlıqla edə bilir. Heydər Əliyev Mədəniyyət Mərkəzinin tikintisi ilə bağlı əldə olunmuş razılaşmaya görə Gürcüstan tərəfi torpağı, Azərbaycan tərəfi isə mərkəzin tikintisini maliyyələşdirəcək.